Atropatena dövləti, Əhəmənilər dövlətinin süqutu. Əhəməni imperiyasında eradan əvvəl 4-cü yüzilliyin 30-cu illərində hakimiyyət uğrunda çəkişmələr baş verirdi. Bu, Şərqin ən qüdrətli dövlətini zəiflətmişdi. Məmur özbaşınalıqları, satraplar arasındakı çəkişmələr, tayfalar və xalqların üsyanlarına səbəb olurdu. Məhz belə bir vaxtda Makedoniyalı İskəndər şərqə yürüş etdi. Sonuncu Əhəməni hökmdarı 3-cü Dara İskəndərlə mübarizəni davam etdirmək ümidində idi. O, Midiyada böyük hörmət sahibi Atropatdan da kömək gözləyirdi. Lakin Makedoniya Yunan qoşunlarına ardıcıl məğlub olması Əhəməni şahının nüfuzudan salmışdı. Daha ona etibar etmirdilər. Atropat da onun çağırışlarını cavabsız qoydu. İstədiyi hərbi yardımı ala bilməyən 3-cü Dara İmperiyanın şərq vilayətlərinə qaçdı və yolda öz yaxın adamları tərəfindən öldürüldü. Beləliklə, eradan əvvəl 330-cu ildə Əhəməni dövləti süqut etdi. Beləliklə, Qərb ilə Şərqin növbəti böyük toqquşmasını Makedoniyalı İskəndər qazandı. Atropatena dövlətinin yaranması. Məşhur Qavqamela vuruşmasında Atropatın başçılığı ilə Midiyalılar iştirak etmişdilər. Atropat Midiya satrapı idi. O, Əhəməni ordusunun sağ cinahını təşkil edən süvari qoşunlarının başçısı olmuşdur. Bu döyüşdə Kadusilər, Albanlar və Saklar da Midiyalılarla birlikdə vuruşurdular. Deməli, Əhəmənilərin ağır vaxtlarında bütün Cənubi Azərbaycan ərazisi və Şimali Azərbaycan ərazisinin bir hissəsi əslində Atropata tabe olmuşdur. Makedoniyalı İskəndər bütün Əhəməni vilayətlərinə yiyələndi. O, yerli satrapları, həmçinin Atropatı da vəzifəsindən uzaqlaşdırdı. Lakin Atropatın 3-cü Daraya kömək etməməsi sonralar İskəndərin fikrinin dəyişməsinə səbəb oldu. Eradan əvvəl 328-ci ildə Atropat Kiçik Midiyanın canişini təyin edildi. Ağıllı və tədbirli şəxsiyyət olan Atropat yaranmış şəraiti düzgün qiymətləndirərək qısa müddətdə Makedoniyalı İskəndərin etibarını qazana bildi. Atropat istedadlı bir insan, ağıllı siyasətçi, müdrik dövlət xadimi idi. O, Əhəmənilərin qalib gələ bilmədiyi Makedoniyalı İskəndərlə hərbi mübarizə aparmağın fayda verməyəcəyini gözəl başa düşürdü. Buna görə də o, Makedoniyalılarla danışıqlar aparmaq, onlara yaxınlaşmaq, Şərqin yeni hökmdarının müxtəlif tədbirlərində iştirak etmək yolunu seçdi. Makedoniyalılarla yaxınlaşmaq məqsədi ilə qızını Makedoniyalı İskəndərin ən yaxın sərkərdəsi Perdikkiyə ərə verdi. Beləliklə, Atropat Makedoniyalılara öz ölkəsinin daxili işlərinə qarışmasına imkan vermədi. O zamanlar tez-tez təşkil edilən şənliklərin birində Atropat Makedoniyalı İskəndərə 100 atlı qadından ibarət bir dəstə bağışlamışdı. Yazılı mənbələrə görə bunlar döyüşçü qadınlar Amazonkalar idi. Yunan coğrafiyaçısı Strabona görə Amazon qadınlarının məskəni Albaniyadan yuxarıdakı dağlardır. Makedoniyalı İskəndər gözəlliyi ilə seçilən Babil şəhərini özünə mərkəz seçmişdi. O, eradan əvvəl 323-cü ildə burada xəstələnərək vəfat etdi. Bir müddət imperiyanı Perdikki idarə etdi. Eradan əvvəl 321-ci ildə onun ölümündən sonra Makedoniya imperiyası parçalandı. Bundan istifadə edən Atropat yeni dövlətin əsasını qoydu. Bu dövlət sonralar onun adı ilə Atropatena adlandırılmışdı. Yeni dövlətin yaranma səbəbləri, Makedoniya imperiyasının parçalanması, Atropatın öz xalqına arxalanması, yerli döyüşkən tayfaların, xüsusilə Kadusi və Sakların Atropata böyük etimad göstərməsi, Atropatın Makedoniyalılarla qohumluq əlaqələri. Midiya, Mada iki hissəyə bölünür. Bir hissəsi Böyük Midiya, digər hissəsi sərkərdə Atropatın şərəfinə adlandırılan Atropat Midiyasıdır. Məhz Atropat ölkənin Makedoniyalıların hakimiyyəti altına düşməsinə yol vermədi. Çar elan edilən Atropat buranı müstəqil bir ölkəyə çevirdi. Atropatena hərbi qüvvə cəhətdən çox güclü ölkədir. Çünki o döyüşə 10.000 süvari və 40.000 piyada çıxara bilər. Strabonun coğrafiya əsərindən.
Dövlətin ərazisi, siyasi quruluşu və əhalisi. Atropatena əsasən keçmiş Manna dövlətinin sahib olduğu əraziləri əhatə etmişdir. Ayrı-ayrı vaxtlarda Atropatenanın ərazisi siyasi hadisələrdən asılı olaraq bəzən kiçilmiş, bəzən isə genişlənmişdir. Dövlət siyasi quruluşuna görə monarxiya idi. Ölkəni Atropatilər nəslindən olan hökmdarlar idarə edirdilər. Atropatena ərazisində çoxsaylı tayfalar, Maq, Müq, Kaspi və Kadusilər yaşamışlar. Atropatenada yaşayan tayfalar, Maqlar, kahinlər, Od ayininin xidmətçiləri, Zərdüştlük təliminin təbliğatçıları və Avesta kitabının mühafizəçiləri idilər. Maqlar Midiyanın, sonralar isə Atropatenanın mənəvi, mədəni və siyasi həyatında mühüm rol oynamışlar. Müqlər yazılı mənbələrdə Arazboyu tayfalardan biri kimi xatırlanır. Herodotun məlumatından aydın olur ki, Müqlər Eradan əvvəl 5-ci əsrin siyasi hadisələrində iştirak etmişlər. Bu tayfa Mükan, indiki Muğan çölündə ərazisində məskən olmuşdur. Alimlər güman edirlər ki, vilayətin adı da Müq etnonimindən törəyib. Adlar arasındakı fərq sonraki dövrlərdə aradan qalxmış, bu ərazi Muğan kimi tanınmışdır. Kadusilər döyüşkən və güclü tayfa idi. Bu, cəngavər tayfanın Atropat və Atropatilər sülaləsinə çox arxalanırdı. Kadusilər öz daxili müstəqilliklərini Midiya və Əhəmənilərin hakimiyyəti zamanından qoruyub saxlamışlar. Onlar Qavqamela döyüşündən sonra 3-cü Daranın yardım çağırışını qəbul etməmiş, Atropata tabe olmağı üstün tutmuşlar. Kaspilər haqqında ilk məlumatlar Eradan əvvəl 5-ci əsrə aiddir. Onlar Yunan-Əhəməni müharibələrində iştirak etmişlər. Xəzər dənizinin cənub-qərb sahillərində yaşadıklarından Yunanlar bu dənizi Kaspi dənizi adlandırılmışlar. İndi də Xəzər dənizi qərb dünyasında daha çox Kaspi adı ilə tanınmaqdadır. Saklar Atropatın arxalanıb güvəndiyi döyüşkən tayfa idi. Mənbələrdə adları İskit və ya Sakasenlər kimi xatırlanır. Təsərrüfat həyatı. Atropatena əhalisi əkinçilik, maldarlıq və sənətkarlıqla məşğul olmuşdur. Ölkənin iqlim xüsusiyyətləri, münbit torpaqları kənd təsərrüfatının inkişafına müsbət təsir göstərmişdir. Əhali buğda, arpa və digər dənli bitkilər əkib becərir, bol məhsul götürürdü. Bağçılıq, bostançılıq, üzümçülük də geniş yayılmış təsərrüfat sahələrindən idi. Strabon atlar üçün ən yaxşı yem olan yoncadan bəhs edir. Antik müəllif bu otu Midiya otu adlandırır, çünki o Midiyada çox bitir. Dağlıq və düzən ərazilərin mövcud olması maldarlığın inkişafına şərait yaradırdı. Yay vaxtlarında heyvandarlıqla məşğul olan əhali sürülərini yaylaqlara qaldırır, qış yaxınlaşanda isə düzən ərazilərə endirirdi. Atropatena atları və zərif yunlu dəvələri ilə də məşhur idi. Atropatenada sənətkarlıq özünə məxsus xüsusiyyətləri ilə qonşu ərazilərdən seçilirdi. Yerli xammalın olması, yeraltı faydalı qazıntıların bolluğu burada sənətkarlığın inkişafı üçün əlverişli zəmin yaradırdı. Həm də şərqdən qərbə və Xəzər dənizi boyunca cənubdan şimala gedən yollar Atropatenadan keçirdi. Çin və Hindistandan gələn tacirlər özləri ilə qiymətli şərq məhsulları, ipək, çini qablar, cürbəcür ədviyyatlar gətirir, əvəzində yerli sənətkarlıq məhsullarını alıb ölkələrinə aparırdılar. Tunc, dəmir, qızıl və gümüşdən hazırlanmış əşyalar dəmirçilik və zərgərliyin inkişafından xəbər verir. Atropatenada saxsı qab istehsalı da geniş yayılmışdı. Bu ölkədə midya yağı hazırlanır. Bu yağla yağlanmış ox, azacıq dartılmış kamandan qopub, nəyə isə sancıldıqda bərk alovlanır, sürətlə uçduqda alov sönür, su ilə söndürmək istədikdə alov daha da şiddətlənir. Onu söndürmək üçün üstünə torpaq dökməkdən başqa heç bir vasitə yoxdur. Bu yağdan həm hərbi işdə, həm də təsərrüfatda istifadə olunurdu. Midya yağı o dövrün gil və metal çıraqları üçün yanacaq idi.
Bu yağı hazırlamaq üçün onun içərisinə xüsusi bir ot tökür, sonra qatılaşmağa qoyurdular. Yağ qatılaşdıqca ona qatı yağa bənzər təbii yanacaq əlavə edərək daha da qatılaşdırırdılar. Bu məhsul yerli dildə nafta adlanır. Ammian Marselin antik müəllif əsərindən. Sənətkarlıq və ticarətin inkişafı şəhərlərin sayının artmasına təsir göstərdi. Keçmiş qalalar iri şəhərlərə çevrilmişdi. Mənbələrdə Qazaka, Fraspa, Fanaspa, Aqnazana kimi iri şəhərlərin adları çəkilir. Paytaxt Qazaka və Fraspa hökmdar şəhərləri idi. Fraspa Atropatena hökmdarlarının qış iqamətgahı olmuşdur. Qonşu dövlətlərlə münasibətlər. Atropatena dövləti güclü qonşuların əhatəsində idi. Atropatın varisləri onun siyasətini davam etdirir, dövlətin müstəqilliyini qorumağa çalışırdılar. Lakin fürsət düşdükdə dövlətin ərazisini də genişləndirirdilər. Roma-Yunan müəlliflərinin verdiyi məlumata görə, Eradan əvvəl 3-cü yüzilliyin son rübündə Atropatena dövlətinin ərazisi Qara dəniz sahillərindən Xəzər dənizinədək uzanırdı. Makedoniyalı İskəndərin imperiyasının parçalanması nəticəsində yaranan dövlətlərdən biri də Selevkilər dövləti idi. Bu dövlət İskəndərin işğal etdiyi şərq torpaqlarında onun sərkərdəsi Selevk tərəfindən yaranmışdı. Selevki hökmdarı Böyük Midiyada ona qarşı baş verən üsyanı yatırdı və Eradan əvvəl 223-cü ildə qəflətən Atropatenaya hücum etdi. Hücuma hazır olmayan Atropatena hökmdarı Selevkilərdən asılılığa düşdü. Lakin bu asıllıq çox da uzun sürmədi. Roma ilə mübarizədə məğlub olan Selevki dövləti zəiflədi və bundan istifadə edən Atropatena yenidən müstəqil oldu. Selevkilərlə mübarizə aparan Parfiyalılar Eradan əvvəl 2-ci yüzilliyin ikinci yarısında onlara ağır zərbə vurdu. Selevkilərin geniş ərazisi Parfiya dövlətinin tərkibinə qatıldı. Parfiya, şərq ilə qərb dünyası arasında əlaqələndirici bir halqa rolunu oynayırdı. Çindən Roma torpaqlarına doğru uzanan Böyük İpək yoluna bu dövlət nəzarət edirdi. Ərazilərini qərbə doğru genişləndirən Parfiya, şərqə can atan Roma ilə toqquşdu. Tezliklə Ön Asiya o dövrün iki ən iri dövlətinin, Parfiya və Romanın mübarizə meydanına çevrildi. Beləliklə, növbəti şərq-qərb qarşıdurması başlandı.